Doktor, diabet xəstələri oruç tuta bilərmi? Hal-hazırda Ramazan ayıdır. Bütün müsəlmanlar kimi diabet xəstələri də oruç tutmaq istəyindədirlər, həvəsindədirlər. Amma diabet xəstələri bəzi insanların da ora daxil eləmək olar ki, bunlar yüksək risk qrupuna aiddir. Birinci növbədə kimlərdir bunlar? Hamilə qadınlar, süd verən analar və uşaq yaşları. Eyni zamanda diabet xəstələri də bu qrupa aiddir ki, onların Ramazan ayında oruç tutma ehtimalları demək olar ki, nisbətən aşağıdır. Niyə? Nəzər yetirəcəyimiz nöqtələrdən biri diabet xəstələrinin yaşıdır. Diabetin öz xəstəlik olaraq stajı, yəni diabet yaşı. Bunu nəzərə almaq lazımdır. Diabet xəstələrinin yanaşı xəstəlikləri və hər hansı bir ağırlaşmaları. Bunlar ilk növbədə nəzərə alınmalıdır. Tip 1 şəkərli diabetdə olan xəstələrin Ramazan ayında oruç tutmaları nisbətən çox risklidir. Çünki bu xəstələr gün ərzində 3-4 dəfə insulin istifadə olunmalıdır ki, bu da təbii ki, Ramazan ayında mümkün olmur. Ona görə də bu xəstələrin oruç tutma ehtimalları nisbətən aşağı düşür. Bundan başqa qeyd eləmək istəyirəm ki, oruç tutan zaman bildiyiniz kimi insanlar daha az qidalanırlar təbii ki və daha çox susuz qalırlar. Bu da şəkərli diabet xəstələrinə çox mənfi təsir göstərir. Orqanizmin uzun müddətli susuz qalması müxtəlif ağırlaşmalar, müxtəlif problemlərə gətirib çıxara bilər. Şəkərli diabet xəstələrinə tövsiyəm odur ki, onlar Ramazan ayına başlamamışdan əvvəl mütləq endokrinoloqla məsləhətləşsinlər. Endokrinoloqlar onlara uyğun olaraq qidalanma rejimini, pəhriz rejimini və idman rejimi təyin etməlidir ki, ondan sonra əgər həkim endokrinoloq icazə verərsə, onlar da oruç tuta bilərlər.